Bakıda 1 manata kosmetik vasitələr, baxım məhsulları satılır. Paytaxtın bir çox mərkəzi küçələrində də rast gəlinən ucuzluq və xırdavat mağazalarında çox ucuz, hətta 1 manata belə satılan bu vasitələrin zərərli olub-olmaması sual doğurur. Zirzəmi və pilləkənaltı mağazalarda satılan bu məhsulların tərkibi və icazəsi ilə bağlı sual ünvanlasaq da cavab ala bilmədik. Bəs eyni məhsullar fantastik qiymət fərqi ilə satılırsa, aralarındakı fərq nədir? Bunlarla onlar eyni mallar deyil, fərqli mallardır bunlar. Məndən də çox zaman soruşurlar ki, orada 1 manata satılan dodaq boyası sizdə niyə 20-30 manatdır deyən müsahibimiz qeyd edir ki, belə vasitələr qiymətinə görə müştəri cəlb edir. Lakin çoxları zərərli tərəflərini bilmədikləri üçün aldana bilirlər. İstifadə eləməyi məsləhət görmürəm, çünki o mallar ziyanlı məhsullardır. O məhsulların çoxusu kitay məhsullardır. O məhsulları yəni Çindən gəlir. Bunlar hamısı burada üstündə qoloqram hasadı var.